İndi də görünür yəqin ki, slaytlar dəyişir. Tamam. Məndə müalicəsi idi, kolorektal kanser müalicəsidir. Mən Harrison'da mənim hissim çox qəribə yazılmışdı. Belə deyim, elə bil ki, ümumiləşdirib qeyd etmişdi. Ona görə mən daha çox internetdən və sairə götürüb bir şeylər eləməyə çalışdım. İndi başlayım. Ümumiyyətlə necə ola bilər? Cərrahi, kemoterapiya, radioterapiya, target terapiya və immunoterapiya şəklində müalicə olunur. İlk olaraq cərrahidir. Hamımızın da bildiyimiz kimi hər biri haqqında ayrı-ayrılıqda məlumat verəcəm onsuz da. Pulpektomiya keçən dəfə Şəfanın da qeyd etdiyi kimi kolonoskopiya zamanında o icra oluna bilər. Əsasən stage 1-də icra elədiyimiz poliplərin yəni ki, xaric olunmasıdır. Lokal eksizya ola bilər. Kolonun müəyyən bir hissəsinin çıxardılıb, sonra yenidən parsial olaraq çıxardılması və anastomozun qoyulması və yaxud da ki, anastomos qoyulmur, daha sonra isə stoma qoyulur. Bu sonraki anastomos tutarsızlığının və s. qarşısını almaq üçün həyata keçirilir. Radio ablasiya, cərrahiyyə, bunu mən daha çox dəri xərçəngində və s. görmüşdüm. Amma burada da cryosurgery, soyuq azotun köməyi ilə cərrahi çıxarılması maraqlı gəldi mənə. Ümumiyyətlə, bu xəstələrdə neoadjuvant terapiya var, bir də adjuvant terapiya var. Qısaca olaraq demək lazımdırsa, neoadjuvant terapiya cərrahi müalicədən öncə verilən kemoterapiya və yaxud da ki, radioterapiya hər şey aid edir. Adjuvant isə cərrahidən sonra kanser riskinin geri dönmə riski verməsini azaltmaq üçün istifadə olunur. Bu Harrison'un spotlarıdır. Belə deyim, mənə əsas gələn spotları qeyd etdim. Normalda xəstə bizə gəldikdə onu ümumi olaraq müayinə eləyirik və yəni ki, metastaz varmı, yoxmu, ağırlıq dərəcəsi nə qədərdir? Bunların hamısını müəyyənləşdiririk və planlı şəkildə əməliyyat eləyirik. Yəni öncədən müəyyənləşdiririk, metastaz hara verib və s. və bizi nə gözləyir. Amma əgər xəstənin durumu, vəziyyəti ciddidirsə, onda obstruksiya və yaxud da ki, qan axması varsa, biz artıq metastaz riski varmı, nədir, onları müəyyənləşdirmirik, direkt əməliyyata alırıq və bu xəstələrdə tam rezeksiyadan sonra məncə rəqəmlər dəyişir, amma yəni ki, Harrison'da qeyd olunmuşdu ki, 5 il müddətində 6 aydan bir fizikal müayinə olunur. Əməliyyatdan sonra, tam rezeksiyadan sonra isə ildə bir dəfə biokimyasına baxılır və kolonoskopiya icra olunur və 3 ayda bir isə tümör markerlər izlənilir, CA199 izlənilir və əgər stage 2 və 3-də rezeksiya olunursa, daha sonra pelvik radioterapiya görür xəstə və yaxud da ki, stage 3 rezeksiyasından sonra 6 ay ərzində adjuvant terapiya olaraq Foyfox ala bilir xəstələr. Zaten bu yəni ki, Foyfox tərkibində oksiplatin səfəranası olmalıdır. O da platin analoqudur. O da ki, neyropatiya verə bilir. Bundan başqa orada bir də şey vermişdi. Vaskular growth faktor, anti-VEGF istifadə olunur genel olaraq da. Bu zamanda hipertansiyon, bir də tromboembol riski ola bilir. Bundan başqa stage 2-də də bunun haqqında danışacağım. Harrison məsələn deyir ki, verilmir. Amerikan Assosiasiyasının protokolunda da yazmışdı ki, verilmir. Amma digərləri isə məsəl üçün high risk olanda belə xəstələrdə əməliyyatdan sonra kimioterapiya verilməsini tövsiyə eləyir. Amma Harrison dedi ki, fayda vermir. Verilsə belə adjuvant terapiya kimi xemo stage 2-də. Ümumiyyətlə, qısaca staging üzərindən keçək. Stage 0 nədir? Karsinoma in situ, mukozan tərkibində abnormal hüceyrələrin olmasıdır. Stage 1 kolon kanseri nədir? Muskular layerə qədər mukozanı əhatə edən kanser və yaxud ki, abnormal hüceyrələrin olmasıdır. Stage 2 nədir? Artıq əzələ qatına gəlib keçib və əzələ qatından təbii ki, sonra yerləşir bizdə seroz təbəqə, daha sonra isə periton, visceral, səfərimsi, sonra da parietal periton. Bunun özünü də 3 yerə böldük. 2A-da dedik ki, əsasən serozaya qədər gəlir. 2B-də visceral periton, 2C-də isə artıq yandakı orqanlar və divarlarında keçmiş olur bizim kanser. 3-də nə olur? 3-də də ki,
belə deyim, birincisində bizdə əsas burada limfa düyünlərinin zədələnməsidir. 3 limfa düyününün zədələnməsi və yaxud da ki, yaxınlıqda olan toxumaların zədələnməsi nəzərdə tutulur. 2A-da 1-3 və yaxud da ki, 4-6 sayda limfa düyünlərinin zədələnməsidir. 3B-də dedik ki, 1-dən 3-ə qədər, birdəki visceral peritonun və yaxud da ki 4-6 və yaxud da ki 7 və daha çox limfa düyününün zədələnməsi nəzərdə tutulur. 3C-də də artıq 4-dən 6-ya 7 və daha çox limfa düyününün və yaxud da ki 1 və yaxud da ki daha çox limfa düyünü və yaxında yerləşən orqan və yaxud da ki toxumaların. 4-də isə özünü də 3 yerə bölüb, 4A-da bir orqana, yaxında olmayan bir orqana, qaraciyər, ağciyər, yumurtalıq və yaxud da ki, distant limfa nodlardan hər hansı bir, yəni ki, bir dənəsinə metastaz verməsi, 4B-də isə birdən çox orqanın yenidən yaxında olmayan, bayaq qeyd etdiklərim, C-də isə yaxındakı orqanlar daxil və yaxud ki, onu bitişmişlər də ola bilər, metastazını görürük. Stage 0-da nədir? Stage 0 çox safedir və yeganə üsul cərrahidir. Endoskopla girdikdə polibektomiya icra olunmasıdır, lokal eksizya və yaxud da ki, iş işdən keçib parsial olaraq kolektomiya icra olunması. Stage 1-də, burada da keçən dəfə də qeyd etdiyimiz kimi, müəyyən bir polip ola bilər. Bu polip varsa, demək olar ki, əgər stage 1-dirsə, təkcə o polipin içərisində yerləşir və polipin çıxarılması yeganə üsul ola bilər, yəni safe, çıxartdıq, vəsə. Amma əgər təkcə polip deyilsə, polip özü karsinom deyilsə, onda parsial olaraq kolektomiya icra olunur və yaxud da ki, yandakı limfa düyünləri də çıxardıla bilər. Stage 2 limfa nodlarına qanının yayılmaması nəzərdə tutulur və burada da parsial olaraq kolektomiya icra olunur və yaxud da ki, limfa düyünləri də çıxarılması tək yeganə üsul kimi nəzərdə tutula bilər. Burada guideline-lara görə bayaq da qeyd etdiyim kimi fərqli qeyd olunur və belə deyim də, high risk feature-lara nə aid olunur? Yəni ki, əgər histologiyada yaxşı diferensiyasiya oluna bilmirsə, limfovaskular invaziyaların olması, perinevral invaziyaların olması, 12-dən az limfa düyününün zədələnməsi və yaxud da ki, bağırsağın özündə obstruksiyanın olması, perforasiyanın olması və yaxud da ki, pozitiv margin, bu nə nəzərdə tutulur? Məsəl üçün, burada da qeyd etmişəm, çoxsu bayaq qeyd etdiklərim olmalıdır burada da. Bu margin deyəndə nə nəzərdə tutulur? Götürülmüş toxumada əgər künclərindən götürülən hissədə tumor müəyyənləşdirilibsə, onda biz belə görürük ki, demək biz hər şeyi çıxartmamışıq da, çıxartdığımız toxumadan müəyyən bir qədər qalıb orada. Ona görə bizdə də artıq göstərişdir direkt ki, adjuvant terapiya eləyək. Çünki tam çıxartmamışıq tumoru. Bunları məncə dedim. Və buna görə də burada qeyd eləmişəm. Məsəl üçün, Amerika Assosiasiya deyir ki, lazım deyil, amma high risk feature olarsa deyir ki, adjuvant terapiya eləyə bilərik. Demək olar, digərləri də deyir, amma digərlərində biz yəni ki, genel olaraq görə bilərik də fluorouracil, lisovarin, kapasitabin. Bunlar üçünü demək olar hər biri adjuvant terapiya kimi high risk olan xəstələrdə qeyd edirlər, yəni önərirlər. Ümumiyyətlə, belə deyim, bu səhifəmiz Amerika Assosiasiyasının protokolundan irəli gəlməlidir. Belə xəstələrə nə edirik, nələri yoxlayırıq və nə ilə qarşılaşa bilərik? Təbii ki, tumor markerləri yoxlayırıq. Burada CA yazmışdı, amma genel olaraq CA 19.9-da yoxlanılır. Yəni ki, ola biləcək metastazlar da göstərir bir tərəfdən. Daha sonra qaraciyərin zədələnməsini görmək üçün enzimlərini yoxlayırıq və bundan başqa isə genel olaraq qan ümumi analizi, yəni ki, hamısını yoxlayırıq və ona uyğun olaraq hansı orqan zədələnibsə, buralara çox da girməyəcəm, yəni əlamətləri görə bilərik. Və əsas molekulyar tutalım xəstə cərrahin yanına müraciət eləyib və yaxud da ki,
onkoloqun yanına müraciət edib. Bizdə şişin vəziyyətini müəyyənləşdirmək üçün molekulyar testlərə göndəririk və bunlar haqqında hər bir haqqında məlumat verəcəm. Buradakı birincisi MMR, MSC'dir. Bu nədir? Microsatellite Stability-dir. Bu deyəndə nə nəzərdə tutulur? Ola bilər ki, DNA mismatch repair olsun. Yəni ki, DNA-da hər hansısa bir olan problem yenidən bərpa olunsun və yaxud da ki, bərpa olunmasın. DMMR-də bərpa olunmur. PMMR-də intakt olur bu və bərpa olunur. Və məsəl üçün tutalım, burada görsək, hər hansı bir DNA replikasiyasında error gedib və mismatch repair intaktdırsa, təzədən tənzimlənir, MSS yaranır, stable mikrosatellit olur. Amma görürük ki, replikasiyada bir problem yarandı, mismatchda çatışmazlıq var və uyğun deyil. Bu da ki, high olur. Microsatellite instability high grade nəzərdə tutulur. Bunların fərqləri var təbii ki, bir-birindən. Əgər MMS-dirsə normaldır, yəni ki, hüceyrə DNK özünü bərpa eləmiş olur, lav mutasiya olur və burada xüsusi checkpoint genlər olmalıdır. PDL1, bir də PD1 olmalı idi, səhv eləmirəmsə. Bunlarda no checkpoint blokad target olur və bunlar da ki, normal da qanunən orqanda olduğu kimi olduğu üçün immun sistem tərəfindən görülmür. Ona görə cold immune environment adlandırılır. Amma məsəl üçün high olanda microsatellite instability buradakı orqanizmə uyğun gəlmədiyi üçün hot tumor adlandırılır. Ona görə də orqanizm tərəfindən görülür və orada həmçinin də iltihab yaranmış olur. Orada T hüceyrələri çox olur, çünki orqanizmə yad olan bir şeydir. Və PDL1 və PD1 orada olur. Və burada da checkpoint inhibitorlardan istifadə edə bilirik. Bizdə müalicədə çox kömək eləyir sonra bunları bilmək. Sonra gəldikdə digər biri də KRAS və BRAF mutasiyalarıdır. Bu nədir? Xüsusi olaraq bizdə epitelial growth faktor reseptorları var. Qanunən gəlir liqandı birləşir və aktivləşir bu yollar və həmin bizim hüceyrə böyüməyə başlayır. Amma bizdə məsəl üçün kanser hüceyrəsinin böyüməsi lazım deyil. Kanser hüceyrəsində də məsəl üçün KRAS və yaxud da KNRAS mutasiyaları olduqda burada mutasiya olduğuna görə avtomatik olaraq siqnal ötürür və hüceyrə biz istəmədən də böyüyür və yaxud da ki, eyni ilə BRAF mutasiyası olduqda da, yəni yenidən bizdə epitelial growth faktorunun təsiri olmasına gərək olmadan böyümüş olur. Və əgər tutalım, burada da KRAS-NRAS mutasiyası olduqda, bunlar dedim, tutalım, burada mutasiya varsa, onda xemo icra olunur və bayaq da qeyd etdiyim vaskular endotelial growth faktora qarşı anti-VEGF istifadə olunur və yaxud da ki, BRAF inhibitorları plus MEK inhibitorları birinci line xemoterapi kimi, bir də ki, bevacizumab, bevacizumab da ən çox istifadə olunan anti-VEGF dərmanıdır, deyə bilərik. Bunlar da bayaq qeyd etdiklərimdir. Və KRAS-larda da belə bir şey var idi ki, iki cür olur. Wild type var, pis, necə deyim, KRAS mutasiyası, bir də normal KRAS mutasiyalar var. Məsəl üçün, KRAS mutasiyalarda normalda bizdə endotelial growth faktor inhibitorunu istifadə eləməyimizin bir mənası yoxdur. Çünki yəni ki, biz bunu inhibə eləsək belə buradan zaten başlayır yol, ona görə bir mənası yoxdur. Wild type-da isə EGF istifadə oluna bilir. Bunlar biraz fərqli idi. Mən normalda tutalım, TUS-da və s. videolarda da görmüşdüm ki, sol, yəni ascendensdən descendensdə bir-birindən fərqlənir kolonda. Tutalım, divertikul oldu, nəsə bir törəmə oldu. Belə bir şey var idi ki, solda daha çox obstruksiyaya meyillidir. Səhv eləmirəmsə, sağ isə qanamaya daha çox meyillidir. Belə əmin deyiləm dəqiq hansıydı. Deyəsən ascendens dar idi, descendens geniş idi. Ascendensdə məsəl üçün ya da ki, tərsi nə idi? Kütlələr hərəkət etdikcə həmin yeri zədələyirdi, qan axımı artır. Nəsə belə bir tema var idi. Ümumiyyətlə, burada da elədir. Ascendensdən descendensdə bir-birindən fərqli olur bu mutasiyalar. Məsəl üçün,
sağ tərəfdə daha pisdir. Çünki burada qraf mutasiyaları var. Mikrosotolik instabilitesi high'dır. Ona görə də proqnozumuz pisdir. Amma sol tərəfdə isə nisbətən azdır. Kras mutasiyaları görülür və daha yaxşıdır. Müalicəyə daha yaxşı təbi olunur və epitelial growth faktorun burada işi görür, yəni istifadə oluna bilir. Yəni ki, burada da left daha çox wild type sayılır. Right side wild type da var. Yəni biraz qarışıqdır. Düzü mənim beynim için deyildi biraz. Daha sonra nə yoxlanılır? Hər iki siqnal pathway. Bu da demək olar ki, growth faktorunun oxşardır. Eyni ilə hüceyrənin böyüməsini tətikləyir. Ona görə yəni ki, istifadə olunur. Əgər burada hər hansı bir problem varsa, onun inhibitorlarından istifadə edirik. Və elə bil ki, burada nə idi? Hər iki də belə bir şey qeyd eləmişdi ki, tutalım hər hansı bir problemli bir hissətsə, onun eyni ilə kopyalarını, çoxlu sayda kopyasını yaradır. Ona görə bizim üçün pisdir və biz bu yolu blok eləmək bizə lazımdır. Və bir də 5-ci olaraq NTRK-dan istifadə olunur. Bu da nitrotrofik tirozin reseptor kinazdır. Elə bir müəyyən bir gen hissəsi və başqa bir gen hissəsini özünə birləşdirir və beləliklə təkcə özü yox, normal gen hissəsi ilə bir yerdə hüceyrənin yəni ki, alışılmadığı və çox böyük miqdarda böyüməsinə gətirib çıxardır və onun həyatda qalma riski, yəni ki, şansını artırır. Yəni ki, kanser hüceyrələr üçün bu lazımlıdır. Və bunlarda da nə olur? Əgər hər ikidə mutasiya görünürsə, burada da chemo plus hər iki targeted terapi icra olunur. Burada da protokol qoymuşam. Hər şey çox sadə, bütün şeyləri ilə izah, yəni ki, verilmişdir, dozajları ilə. Yəni hər şey qeyd olunmuşdu. Yəni ki, mən o dozajlara girməyimin hər hansı bir mənasını görmədim. Burada da bayaq qeyd etdiklərim qeyd olunub. Məsəl üçün, əgər PMMR geni tümörüdürsə, bayaq qeyd etdiyimiz bütün molekulyar testləri icra elədikdən sonra ona uyğun olaraq adjuvant terapiyaları seçirik və çoxsu 3 ay, amma əgər high riskdədirsə, məsələn, DMMR-dirsə, bu 3 aydan 6 aya qədər kemoterapi uzaldıla bilir və hər bir ayrı-ayrılıqda qeyd olunmuşdu. 3-də nə olur? 3-də direkt olaraq biz Foifox, Capeox veririk. Burada da qeyd eləmişdim. Oxaplatin səhv eləmirəmsə, yəni ki, Azərbaycan üçün biraz yeni ola bilər, amma xaricdə də fix istifadə olunan bir şeydir. Toksik təsirləri və s. o qədər də nəzərə alınmır. Amma fix olaraq istifadə olunur. 3 aya qədər adjuvant terapiya icra olunur və 3-cü stage kolon kanserlərdə bu effektiv olduğu qeyd olunmuşdu. Və bu xəstələrdə low risk və high risk olmanı qeyd olunmuşdu. Əgər risk aşağıdırsa, onda 3 ay, böyüksə isə 3 aydan 6 aya qədər Foifox, Apeox istifadə olunur. Genel olaraq mən Foifox istifadəsini görmüşəm. 4-də də ki, əsasən təbii ki, bildiyimiz kimi metastazların olduğu da ayrı olunur. Burada da bizə lazımdır CA19-9 levellərini müəyyənləşdirmək. Burada da əsasən 4-cüdə nə etmək olar deyə protokoldan götürmüşdüm bu cədvəli. Belə ki, orada 2B deyə bir şey qeyd olunub bunların yanında. Bunlar məsələn 2B deyil, 3B'dir. Bu şey deməkmiş, 2B yəni ki, evidence olaraq kanıtlanıb ki, istifadəsi yaxşıdır, yəni ki, müsbətdir, kömək edə bilər. Cərrahini bilirik, yəni ki, təbii ki, istifadə olunan, yəni hamının bildiyi kimi cərrahi üsuldur. Əgər cərrahiyyə mümkün olmasa, onda lever metastazları 3 cm-dən kiçik olarsa, bu zaman çox yüksək tezlikli radioterapiya dağlarına istifadə olunur. Daha sonra bu CBRT-nin açılışı stereotaktik body radiation terapi olaraq qeyd olunmuşdu. Müəyyən bir yerə fokus və çoxlu dərəcədə radioterapiyanın icra olunması nəzərdə
tutulur və təbii ki, minimal olaraq ətraf toxunmalar da zərər görəcək. Və daha sonra bu, məsəl üçün 3B yazılıb deyə, bu ehtimalən evidensif olaraq bunun istifadəsi təsdiqlənməmişdir, amma var. Daha sonra bayaq da qeyd etdiyim kimi qaraciyərə metastazlar verə bilər. Mənə həmişə maraqlı olmuşdu düzü ki, bu qaraciyər metastazlarının necə üstəsindən gəlmək olar? Çünki ümumiyyətlə xemoterapiya vermək bildiyim qədərilə qaraciyər metastazlarına çox da təsir göstərmir. Ona görə belə halda arterial xemoterapiya icra olunur, transarterial radioembolizasiya icra olunur və yaxud da ki, selektiv internal radiation terapiya icra olunur. İntrahepatik arteriya xemo icra olunur. Məsəl üçün, 5-cidə də hepatik arterial infusion xemoterapiyadır. Burada da yüksək dozada birbaşa olaraq hepatik arteriyaya xemo verilir. Yəni ki, bu da təbii ki, 3B-dir. İstifadəsi effektiv olaraq, evidensif olaraq təsdiqlənməmişdir, amma var. İstifadə olunur hətta. Və sonuncuda transarterial xemoembolizasiyadır. Xemoterapiyanın embolizasiyadan, yəni ki, deyəsən, qan təchizatının bloklamaqla istifadə olunan bir üsuldur. Bu da, yəni ki, evidensif deyil, amma istifadə olunur. Daha sonra belə deyim, 3 line olaraq protokolda gedir. First line, second line, third line. Firstdə əsasən bayaq qeyd etdiklərimə əsasləndir. Məsələn, hansı mutasiyası varsa, ona uyğun olaraq bizdə addım-addım xemo və yaxud da ki, nə istifadə edəcəksə, onlar qeyd olunur. Daha sonra isə bunun progressiyanın qarşısını alıb və almadığına görə isə biz dəyişdiririk öz yanaşma tərzimizi. Məsəl üçün, oksapladin istifadə olunub, 4 aydan və çox müddətdən sonra hər hansısa bir progressiya görülməyib. Ona görə keçir lefoprimidin və bevacumaba və yaxud da ki, bu istifadə olunub, yenə progressiya görülməyibsə, daha çox Folfox istifadə olunmayanda keçilir folfiriyə və s. və ilaxır. Bunların çox detallı girsək belə yadımızda qalmayacaq. Yəni ki, burada da artıq səhv etmirəmsə, bu ikinci line olmalıdır. Və sonunda 3-cü line-dır. Yəni ki, istəyən olsa detallı olaraq baxa bilər. Bu qədər olmalıdır. Çox sağ olun, Nigar. Əllərinə sağ olun. Siz sağ olun, dinlədiyiniz üçün təşəkkür edirəm. Stagingdə bir hansı səviyyəyə qədər eləməkdir, keçməkdir. Məsəl üçün, submukozaya qədər gəlibmi, ya da submukozadır, yəni ki, ora qədər keçibmi və yaxud da ki, artıq ikinci stagdən sonra bizə əsas olan limfa nodullarıdır. Neçə dənə limfa nodulu zədələnib, ona uyğun olaraq stage müəyyənləşdirir və yaxud da ki, artıq 4-də isə nə qədər orqan, uzaqdakı orqan zədələnib və yaxud da ki, yaxındakı orqan zədələnib və həm də uzaqdakı orqan zədələnibmi? Metastaz orada varmı? Buyur. Başqa sualınız varmı?